Hamıya salam. Bugün sizə 26 aprel buraxılış imtahan suallarını izah edəcəm. Gəlin 5-ci sualdan başlayaq. Notice, diqqət. The library will stop its work on Friday for a meeting with the famous writer. Kitabxana məşhur yazıçı ilə görüşü üçün cümə günü öz işini dayandıracaq. Please return your books by the end of Thursday. Zəhmət olmasa kitablarınızı cümə axşamının sonuna qədər qaytarın. The library will start its work on Monday in the morning. Kitabxana öz işinə bazar ertəsi tezdən başlayacaqdır. Thank you for your understanding. Anlayışınız üçün sizə təşəkkür edirik. A variantı, the library will not work for a few days. Kitabxana bir neçə gün ərzində işləməyəcək. Elə A variantı doğrudur. Kitabxana işini dayandıracaq Friday, yəni cümə günü, başlayacaq Monday, yəni bazar ertəsi, demək ki, bir neçə gün işləməyəcək. B variantı, readers are invited to participate in the meeting. Oxucular görüşdə iştirak etmək üçün dəvət edilir. Bu yanlışdır. Oxucular dəvət edilmirdi. C variantı, the library will receive books at the weekend. Kitabxana həftə sonu kitabları alacaqdır. Bu yanlışdır. Kitabları Thursday, yəni cümə axşamı alacaq. Bu da həftə sonu olmur. D variantı, the library will be closed till the end of Monday. Kitabxana bazar ertəsinin sonuna qədər bağlı olacaqdır. Bu da yanlışdır. Bazar ertəsi tezdən açılacaqdır. Bu yanlışdır. E variantı, the last day for returning books is Monday. Kitabları qaytarmaq üçün sonuncu gün bazar ertəsidir. Bu da yanlışdır. Sonuncu gün bazar ertəsi deyil, Thursday, yəni cümə axşamıdır. 6. Dear Jane, Əziz Jane, I hope you are doing well. Mən ümid edirəm ki, sən yaxşısan. Last weekend, I went to the museum with my family. Keçən həftə sonu mən ailəm ilə muzeyə getdim. The weather was sunny, so we went to the park from there and had a picnic. Hava günəşli idi, beləliklə biz oradan parka getdik və piknik etdik. We played games and took many photos. Biz oyunlar oynadıq və çoxlu şəkillər çəkdik. In the evening, we ate pizza at a small cafe near my house. Axşam biz mənim evimin yanındakı kiçik kafedə pizza yedik. What about you? Bəs sən, did you do something fun last weekend? Sən keçən həftə sonu əyləncəli nəsə etdinmi? Best wishes, ən xoş arzularımla, Oscar. A variantı, Oscar sent Jane his family photo in which they were having a picnic together. Oscar Jane'ə birlikdə piknik etdikləri ailə şəkli göndərdi. Bu yanlışdır. Oscar Jane'ə şəkil göndərməmişdi. B variantı, Jane met Oscar's family during picnic in the park. Jane parkda piknik ərzində Oscar'ın ailəsi ilə qarşılaşdı. Bu yanlışdır. Belə bir məlumat yox idi. C variantı, Oscar describes Jane how he spent his weekend. Oscar Jane'ə həftə sonunu necə keçirdiyini təsvir edir. Bəli, bu variant tamamilə doğrudur. D variantı, Oscar invites Jane to eat pizza at a nearby cafe for dinner. Oscar Jane'i nahar üçün yaxınlıqdakı kafeyə pizza yeməyə dəvət edir. Xeyr, Oscar Jane heç yerə dəvət etmirdi. E variantı, Jane will meet Oscar to go to other museums together. Jane digər muzeylərə birlikdə getmək üçün Oscarla görüşəcək. Xeyr, belə bir məlumat da yox idi. 7-ci suala baxaq. Dear Mrs. Ridgewell, Əziz xanım Ridgewell, thank you for your kind invitation to dinner on Thursday, January the 9th. Sizə yanvarın 9-u cümə axşamı nahar üçün nəzakətli dəvətinizə görə təşəkkür edirik. Unfortunately, Jack is away on business in Edinburgh. Təəssüf ki, Jack Edinburghda biznes izamiyyətindədir. He will not return until Saturday, so we are not able to accept your invitation. O şənbə gününə qədər qayıtmayacaqdır. Beləliklə biz sizin dəvətinizi qəbul edə bilmirik. I am sure he is as sorry as I am to miss the pleasure of having dinner with you. Mən əminəm ki, o sizinlə nahar etmək zövqünü qaçırdığı üçün mənim kimi üzgündür. Yours sincerely, hörmətlərlə Elizabeth Brown. Yaxşı, A variantından başlayaq. Elizabeth Brown apologizes for not being able to accept the invitation. Elizabeth Brown dəvəti qəbul edə bilmədiyi üçün üzr istəyir. Bəli, A variantı tamamilə doğrudur. B variantı, Elizabeth Brown is traveling to Edinburgh together with Jack. Elizabeth Brown Jack ilə birlikdə Edinburgha səyahət edəcək. Belə bir məlumat yox idi. Jack accepts the invitation to have dinner with Mrs. Ridgewell. Jack xanım Ridgewell ilə nahar etmək dəvətini qəbul edir. Bu da yanlışdır. D. Mrs. Ridgewell wants to change the date of the dinner. Xanım Ridgewell naharın tarixini dəyişmək istəyir. Xeyr, naharın tarixini dəyişmək haqqında heç bir məlumat yox idi. E variantı, Mrs. Ridgewell accepts the kind invitation to dinner. Xanım Ridgewell nahara mehriban dəvəti qəbul edir. Xanım Ridgewell nahara dəvət edən şəxs idi. Birincisi, ikincisi isə dəvət qəbul edilmir.
For many years, some people in North America have reported seeing a strange monkey-like creature known as Bigfoot. Çoxlu illər ərzində Şimali Amerikadakı bir neçə insan Bigfoot kimi tanınan qəribə meymuna bənzər varlığı gördüklərini bildirmişdilər. It is believed that Bigfoot is very tall and enormous. İnanılır ki, Bigfoot çox hündür və nəhəngdir. It has brown hair and walks on two legs like a human. Onun qəhvəyi tükü var və insan kimi iki ayağının üzərində yeriyir. Scientists claim that Bigfoot is not real. Alimlər iddia edir ki, Bigfoot həqiqi deyil, but people who have seen Bigfoot believe that it really exists. Amma Bigfoot'u görmüş insanlar inanır ki, o həqiqətən də mövcuddur. The story of Bigfoot began in 1958 when a construction worker in California found a large mysterious footsteps on the ground. Bigfoot'un hekayəsi 1958-ci ildə Kaliforniyada tikinti işçisinin torpağın üzərində böyük və sirli ayaq izləri tapması ilə başlamışdır. A local newspaper published an article about the mysterious footsteps and soon the story spread to other parts of the world. Yerli qəzet sirli ayaq izləri haqqında məqalə nəşr etdi və tezliklə hekayə dünyanın digər hissələrinə yayıldı. Soon people throughout North America began to report that they also saw Bigfoot. Tezliklə bütün Şimali Amerikadakı insanlar onların həmçinin Bigfoot'u gördüyünü bildirməyə başladılar. Several groups of people known as Bigfoot hunters tried to find this creature. Beləliklə, Bigfoot hunters kimi bilinən insanlar qrupu bu varlığı tapmağa çalışdılar, cəhd etdilər. On October 20th, 1967, two men claimed that they filmed Bigfoot near the area called Bluff Creek. Oktyabrın 20-sində 1967-ci ildə iki kişi iddia etdi ki, onlar Bluff Creek adlanan ərazinin yaxınlığında Bigfoot'u çəkiblər. The video showed a large hairy creature walking in the forest. Video meşədə yeriyən böyük tüklü varlığı göstərdi. There are still some discussions whether this creature is real or not. Hələ də deməli bəzi müzakirələr vardır ki, bu varlıq həqiqidir yoxsa yox. It seems that these discussions will continue for a long time. Görünür ki, bu müzakirələr uzun müddət ərzində davam edəcək. 8-də suala cavab veririk. How did the two men in North America try to prove that they saw Bigfoot? Şimali Amerikada iki kişi onların Bigfoot'u gördüyünü sübut etməyə necə çalışmışdılar? Onlar video çəkmişdilər. Deməli, burada açar sözümüz olacaq filmed olur. They filmed a hairy creature on video. Onlar videoda deməli tüklü bir varlığı çəkdilər. 9 mətn nə haqqındadır? Mətn meymuna bənzər qəribə bir varlıq haqqındadır. Adı deyir people who saw Bigfoot. Bigfoot'u görən insanlar haqqında xeyir. An article in a local newspaper. Yerli qəzetdəki məqalə haqqında xeyir. A creature found by scientists. Alimlər tərəfindən tapılan varlıq xeyir. A strange creature in North America. Şimali Amerikadakı qəribə bir varlıq haqqındaydı. Bəli, D variantı doğrudur. A big man with long brown hair. Uzun qəhvəyi saçı olan böyük insan haqqındadır. Xeyr. 10-cu sualda səhvi istəyir bizdən. A variantı unusual footsteps were found on the ground. Qeyri-adi ayaq izləri torpağın üzərində tapıldı. Bu doğrudur. B variantı discussions about the hairy creature have ended. Deməli, tüklü varlıq haqqındakı müzakirələr sona çatmışdır. Bu yanlışdır. Çünki sonuncu cümləmizdə deyilir ki, görünür ki, bu müzakirələr davam edəcəkdir uzun müddət. Deməli, yanlış variant B variantı. 11-ci sualda once the number of reports about the hairy creature increased, Bigfoot hunters deyir ki, tüklü varlıq haqqında deməli, məruzələrin sayı artanda nə baş verdi? Bigfoot hunters nə etməyə başladı? Burada Bigfoot hunters biz keyword olaraq götürürük, əsas söz olaraq götürdük. Gəlirik tapırıq. Tried to find this creature. Bu varlığı tapmağa çalışdılar, cəhd etdilər. A variantı thought about hunting it. Onu ovlamaq haqqında düşündülər. Burada Bigfoot hunter sözündə hunter sözü sizi aldatmasın. Onu ovlamaq haqqında düşünməmişdilər. Sadəcə olaraq onu tapmağa çalışırdılar. B variantı wrote a story about it. Onun haqqında hekayə yazdılar. Xeyr. C variantı went to the places it was seen before. Onun daha əvvəl göründüyü yerlərə getdi. Belə bir məlumat yoxdur. Decided that it was hiding in the woods. Qərar verdilər ki, onlar meşələrdə gizlənir. Belə bir məlumat da yoxdur. E
B variantı doğrudur. Decided to look for it. Onu axtarmağa qərar verdilər. 12-ci sualda true, yəni düz olanları seçəcəyik. Bir, people from South America claimed that they saw Bigfoot. Cənubi Amerikadan olan insanlar iddia etdilər ki, onlar Bigfoot'u görüblər. Burada Cənubi yox, Şimali Amerika olmalıydı. Bir yanlışdır. 2, scientists don't think that Bigfoot is a real creature. Alimlər düşünmür ki, Bigfoot həqiqi varlıqdır. Bəli, burada var idi. Scientists claim that Bigfoot is not real. Deməli, alimlər iddia edir ki, Bigfoot həqiqi deyil. Bəli, 2 doğrudur. 3-də Bigfoot has brown hair and it walks on 4 long legs. Bigfoot'un qəhvəyi tükü var və o 4 uzun ayağının üzərində yeriyir. Burada 4 yox, 2 olmalıydı. Çünki burada deyir ki, 2 ayağı insan kimi. 4-də Bigfoot is believed to be a huge creature which looks like a monkey. Bigfoot'un meymuna bənzəyən nəhəng bir varlıq olmağına inanılır. Bəli, meymuna bənzəyən monkey-like creature deyir və böyük olmağı da very tall and enormous. 13-cü sual nəhayət qrammatika suallarıdır. Deməli, B variantı, D və E variantların başdan çıxarıq. Çünki meydən, kəndən və masdan sonra to gəlməz. A variantı həvdən sonra isə əksinə to olmalıydı. Ya burada olmalıydı, ya da cümlənin özündə olmalıydı. Cavab qalır C variantı. 14-cü sualda cümləmiz inkardır. Digər inkarları çıxarıq. Çünki bir cümlədə 2 dənə inkarlıq olmaz və inkar cümlədə sam da olmaz. C variantında silirəm. Geriyə qalır B və D variantı. Demək ki, tərcümə etməliyəm. Jane didn't invite from school to her birthday party. Deyir ki, Jane məktəbdən öz ad günü şənliyinə dəvət etmədi. Kimisə deyərik, yəni anybody olmalıdır. 15-də if-i görən kimi birinci tərəfdən will və have-i silirik. 1 və 4 qalır. Doğru variant olacaqdır D variantı. 16-cı sualda close meanings, yaxın mənalı sözləri soruşur. To destroy, dağıtmaq. To encourage, cəsarətləndirmək. To ruin, korlamaq. To scroll, sürüşdürmək ekranı. To spoil, korlamaq. Deməli, yaxın mənalar destroy, ruin və spoil oldu. 1, 3, 5 doğru variant E variantı. 17-ci sualda deməli negative meaning deyir, yəni mənfi mənalı olan sözləri, müsbət mənalı olan sözləri çıxırıq. A-da perfect, mükəmməl, müsbətli çıxar. B-də honest, doğru, dürüst, necə müsbətli çıxar. D variantı tasty, dadlı, müsbətli çıxar. Beneficial, faydalı, müsbətli çıxar. Geriyə qalar cavab C. Rude, kobud deməkdir. Impolite isə nəzakətsiz. İkisi də negativdir. 18-ci sualda bitkini soruşur. Bu çox asandır. Tree və flower, 2 və 4 doğru variant B. 19-cu sualda deməli burada isim gəlibdir. Why-dan sonra isim gəlməz, who-dan sonra isim gəlməz, whom-dan sonra isim gəlməz, how-dan sonra isim gəlməz. Cavab qalır E variantı. What-dan sonra isim gəlir. What books do you usually read? Sən hansı kitabları adətən oxuyursan? Və what is Mr. Wilson's feedback? Cənab Wilsonun rəyi nədir? 20-ci sual artiklına bağlıdır. Burada car sözü işlənibdir. Sayılır və təkdədir. Boş qoymaq olmaz. Yəni, əgər isim sayılırsa və təkdədirsə, mütləq qarşısında artikl istifadə edilməlidir. In the park deyirik, in a park demirik. Ona görə D ilə C də gedir. Doğru variant qalır B variantı. 21-ci sualda decorated işlənibdir. Decorateddən sonra ya by istifadə edilir, ya da ki with istifadə edilir. Baxırıq buradakı sözə. Əgər canlıdırsa by, cansızdırsa with olacaqdır. Deməli, toys oyuncaq cansız olduğuna görə with istifadə edilir. Bu qayda olmadan da tapa bilərsiniz. Tərcümə ilə təbii ki. The room was decorated toys. Deyir ki, otaq bəzədildi oyuncaqlar ilə deyərik. Əlbəttə with olmalıdır. Və 22-ci sual. Deməli, passive voice, yəni məchul növünə bağlı bu sual yanlışdır. Bu sualda yeganə düzgün cavab 2 olacaqdır. Deməli, Sally ilə başlaya bilməz 1 gedir. 2 doğrudur. 3-də yanlışdır. Banka ödəniş edildi deyəndə made ilə yox, paid ilə deyilməli idi. Və 4-cüsündə cümlə məchul növdədir. Yəni 4-cü cümlə ayrılıqda məndən soruşsalar ki, düzgün məchul cümlədirmi? Bəli, düzgün məchul cümlədir. Sadəcə olaraq bizə verilən bu cümlənin məhçulu 4-cü cümlədəki kimi ola bilməz, mümkün deyil. Burada deyilir ki, aylıq ödənişlər Sally'yə edildi. Bu məhçul növdədir. Ondasa bizə bu cümləni niyə veriblər? Burada deyir ki, Sally banka aylıq ödənişlər etdi. 4-də deyir ki, aylıq ödənişlər Sally'yə edildi. Cümlənin tamamilə mənası dəyişir. Buna görə bu tamamilə yanlışdır. Burada to yox, by versəydilər, doğru olardı ki, bu cümlənin məhçulu bəli.
olardı. Amma bu formada yanlışdır. 23-də açıqlamaları yazacağıq. To attack, hücum etmək, to improve, inkişaf etmək, yaxşılaşmaq, to concentrate, diqqət etmək, to give all your attention to something or not think about anything else. Sənin bütün diqqətini nəyisə vermək və başqa heç nə haqqında düşünməmək. Bu 3 olacaq A. To start fighting or hurting somebody or something. Kimləsə və ya nəyləsə dalaşmağa başlamaq və yaxud da ki incitmək. Bu olacaqdır attack, hücum etmək və to make something or somebody better than before. Nəyisə və ya kimisə əvvəlkindən daha yaxşı etmək. Bu da improve, yaxşılaşdırmaq, inkişaf etmək. Deməli, 1 olacaqdır B, 2-yə C, 3-ə A. B, C, A. Doğru variant B. 24-cü sualda burada təkdə olduğuna görə iz olacaqdı. Bir də voz olacaqdı. 1 və 3. Çox asan idi bu. 25-ci sual tərcümə edərək taparıq. I was late. Mən gecişdim. I took the wrong bus. Mən yanlış avtobusa mindim. Demək ki, mən gecişdim. Çünki yanlış avtobusa mindim. Çünki mənasında olan bir as'dir. Bir də ki, because'dur. Doğru variant 1 və 4.